Beynəlxalq standartlara cavab verməyən magistral yolları inşa edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 17 saylı yol istismar idarəsində nələr baş verir? Xalq Onlayna daxil olan məlumatda 17 saylı yol istismar idarəsinin rəisi Şahin Süleymanovun dövlət əmlakını və vəsaitlərini talan etməsi iddia olunur. Belə ki, 17 saylı yol istismar idarəsi MMC-nin dövlətə məxsus texnikalarından istifadə etməklə dövlət sifarişlərinin normativlərə uyğun olmadan yerinə yetirildiyi bildirilir. Məlumatda o da qeyd olunur ki, ayda məmurlarının necə varlanması ilə bağlı cəmiyyətdə müəyyən fikirlər dolaşır. Süleymanovun ayda rəhbərinin xalası oğlu olması isə heç kəsə sir deyil. Elə bu qohumluq əlaqəsindən istifadə edərək əksər tenderlərin qalibi də məhz Süleymanov seçilir. Həmçinin yeni texnika və avadanlıq adı ilə alınanlar sahibkarlara icarəyə verilir deyə məlumatda iddia olunur. Milyonlarla qazanca sahib olan Şahin Süleymanov bahalı nömrəsi ilə də son model Lexus markalı avtomobil alması ilə müzakirə olunmaqdadır. Sayt bildirir ki, Süleymanovun Sabunçu rayonu ərazisində fəaliyyət göstərən asfalt zavodundan necə səmərəli istifadə etməsi ilə bağlı araşdırma aparılır. Araşdırma zamanı müəyyən məlumatlar əldə olunduqdan sonra geniş məlumat təqdim ediləcək. Bütün səsləndirilən iddialarla bağlı Şahin Süleymanovdan açıqlama almaq mümkün olmadı. Qeyd olunan iddialarla bağlı sözgedən qurumun və əməkdaşların mövqeyini işıqlandırmağa hazırıq.